Sənin günahların başqasının sənə etdiyi zərərin səbəbidir. İnsanın başqalarından gələn zərərə səbr etməsinə kömək edən ikinci amil öz günahlarını dərk etməsidir. İnsan anlamalıdır ki, Allah Taala onun öz günahları səbəbilə bu insanlara ona zərər verməyə izin vermişdi. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandıqlarınız səbəbindəndir. Lakin Allah çoxunu bağışlayar." Əgər insan anlayarsa ki, onun başına gələn bütün xoşagəlməz hallar öz günahlarının nəticəsidir, o zaman başqalarını qınamaz, onlara qarşı qəzəblənməz və şikayət etməz. Əksinə, tövbəyə yönələr, Allahdan bağışlanma diləyər və ola bilsin ki, məhz bu günahlar üzündən həmin zərərə məruz qaldığını anlayar. Əgər sən görsən ki, bir insan ona edilən zülm və pisliklə qarşılaşdıqda dərhal insanları söyür, lənətləyir və şikayətlənir, lakin öz nəfsinə baxmır və tövbəyə qayıtmırsa, bil ki, onun müsibəti həqiqətən ağırdır. Amma əgər o əksinə tövbə edər, bağışlanma diləyər və bu mənim günahlarımdandır deyərsə, bu halda həmin zərər onun üçün faydaya çevrilər, hətta nemət olar. Belə bir insan davamlı olaraq bağışlanma diləyər, Allahın onu əfv edəcəyinə ümid edər. O, Allahdan başqasına ümid bağlamaz və yalnız öz günahlarının aqibətindən qorxar. Çünki müsibətlər və əzablar günahlardan doğar. Necə ki deyildiyi kimi, bir müsibət günah səbəbi ilə enər və yalnız tövbə ilə aradan qalxar.